qəbuluna getdiyində edildikləri təhqirlərlə bağlı, Qərbi Azərbaycandan olan və ya Qarabağ qazisi olan vətəndaşımızın evlə bağlı, mənzillə bağlı problemi, digər vətəndaşımızın əlildir, gözdən əlildir, pensiya ilə bağlı problemi və digər. Biz indi onlara yaxınlaşacaq, bir onları dinləyəcəyik, onlar problemlərini deyəcək və biz də bunu çatdıracağıq ki, aidiyyəti qurumlar bu problemlərin həll olunmasında yaxından iştirak eləsin. Özünüzü təqdim edin. Hüseynova Kamilə Yaqub qızı, Şəmkir rayonu Kür qəsəbəsi, Səməd Vurğun bir bina. Yanvarın 25-i bizdən gəlir, biz kanalına çəkiliş gəldi. Neçənci ildə? Bu ildə, yanvar, bax bu yanvarın 25-i çəkiliş gəldi, çəkdi. Saat 3, 4-ə 10 dəqiqənə işləm. Nəylə bağlı? Getdi. Zirzəmi ilə bağlı. Bu gedəndən sonra Kənd Soveti Vaqif Əliyev məni çağırtdırdı ora öz ölçüsündən. Kür qəsəbəsinin? Kür qəsəbəsinin. Kənd Soveti. Kənd Soveti Vaqif Əliyev. Peki icra nümayəndəsi? Yox. Mən dəqiq bilmirəm. İndi Kənd Soveti yoxdur axı. Var. İcra nümayəndəsi də Kənd Soveti Vaqif Əliyev məni çağırtdırdı ora. Deyir dokumentini gətir gəl 300-ü çağırdı. Yoldaşımın vəsiqəsini, öz vəsiqəmin, oğlumun öyün kağızını götürdüm, getdim. Deyir, baxdı, deyir, harada şotdasan? Deyim, burada şotdayım. Bu dokumenti deyir, sən şöbədən alıbsan. Dedim, Hasan xidmət gəldi, mən burada şotda döyüdüm. 95-dən də deyim, burada yaşayıram. Dedim, başına dönüm, mən burada şota sala bilərsəm, dedi, olar. Yəni qeydiyyata? Qeydiyyata alın, dedi, oldu. Vəsiqəmizi götür köhnəyi, təzə də deyir, göndərik ki, Şəmkir rayonun şöbəsinə götürərsəniz. Bunu da deyir ki, yox. Sən dedi, yataqxanada otağı zəbt edirsən, axtılaşdırın bunu. Hardansınız siz? Mən Gədəbəy rayonundan gəlib burada yaşayıram. Neçənci ildən burada yaşayırsınız? 95-dən. 95-dən burada yaşayırsınız. 95-dən bunu axtılaşdırır. Dedim, oğurluq eləməmişəm, yol kəsməmişəm, söyməmişəm, mən nə şartlaşdırdım? Yataqxanayı da zəbt edirsən. Benim deyim ki, park tikib zəbt eləməmişəm, ferma tikməmişəm, ondan sonra keçdim. 2 dənə villa tikməmişəm. Heydər babamın plakatını sürüb aparıb, ferma qoyub, kraskalib qapı qarmamışam. Mən harayı zəbt eləmişəm. Deyəndə deyir, çıx dedi buradan, çıx. Dedim, dokumentlərimi ver çıxım. Dokumentimi ver çıxım. Düz o dirəşdim, mən dirəşdim. Verməndə, gördüm ki, məndə boğulma var. Bu qonşu bilir ki, mən xəstəyim. Gün nəfəs tükən əlimi stoluna qoydum da, dedim, dokumentimi ver çıx. Qancıq, çıx buradan. Doğrudan nə tərixlərim, nə tərölərəm, Allah halim, 3 saat, 4 saat qalım bilmərəm. Heç kim özçiləri. Aylanda öldüm ki, Sovet deyincə stolun qabağında uzanıb iləşim. İşçiləri belə dərmən verib, bunu Suriyaya öldü, qoymum. Həm stolu qaldıranmalılar. Məni çıxartdılar, sürülər leşimi çölə. Çöldə gördülər ki, küçədə millət baxır. Qaytarım cəmat baxır, bunu şəhərə. Şəhər saldılar, qaytardılar, məni əsir kimi şəhər saldılar. Saat 3-dən aparan, saat 7-yə ki, məni idarədə əsir kimi saxladılar. Sonra öz oranı sizi Rəşad, kamera çəkən Rəşata zəng elədi, Kənd Soveti. Gəl bunu apar, məşin maşına qoydular, Kənd Soveti tapşırdı. İndi sizin probleminiz nədir, mənə deyin? Mənə təhqir eləyir. Sizi təhqir eləyir. Niyə məhkəməyə müraciət eləmədiniz? Polisə müraciət eləmədiniz? O polis onu deyir. Onun sözü, məni qov, onun sözü, onu qov, mənim sözümü vermədi. Yox, 102 xidmətinə müraciət elədiniz mi? Onlar ona baxır, gəlin mənim pulum yoxdur, onun pulu var, mənim də yoxdur. Hayır, mən kasıbam, ona görə mənim sözümə baxmır. Hazırda şikayətiniz nədən ibarət? Hazırda şikayətim odur ki, xahiş edirəm, mənim şikayətimə baxılsın ki, Sovet deyil, mən niyə təhqir eləyib? Saat 7-yə ki, mən niyə əsir kimi saxlayıb? Ondan da deyək, apar bərdə düşün, qoyun görən olmasın. Buna xahiş edirəm, baxılsın bu şikayətə. Xahiş edirəm. Özünüzü təqdim eləyin. Mən 1973-cü anadan olmuşam. Sərhədin Novruzov. Hardan olmuşsunuz? Ermənistanın. Amasyay rayonunda. Həkimin kağıdı. Amasyay rayonunun Çaxmaq kəndidə. Oradan da 88-də gəlmişik. Gəlib gedib əsgərliyimi çəkib gəlmişəm. Bir də orduya getmişəm, bir yaralanmışam, mini açmışam. 94-dən mini açmışam. İndi mənim şikayətim odur ki, mənim evim versin. Harada gedirəm, Gülnaz xanım, şikayətimə baxılmır. Bu sənətlərdə bəli. Bu da kağızım, bu da sənətim. Hamısı da, bax belə. Baxın. Bax, hamısı, bax budur. Knişkasıdır, bax. Bu da knişkadır. Mən də yoldaşıyım, bu da knişkası. Harada gedirəm, şikayətimə baxılmır. Sözüm budur ki, buna ancam qılasınız. Qarabağ qazisi kimi sizə pensiya və ya... Baraj haqqım yoxdur. Alır qədəqamı alır. Alır, bizə şikayətimiz odur ki, bizi evimizi evdən versin. təmin edir. Hara müraciət eləmişsiniz bundan İcraya bağlı? gedib bizi qəbul eləmir. Şəmkir rayon icra Kür hakimiyyətinə. qəsəbəsinin icrası mənim yoldaşımı qəbul eləmədi. Hamıyı qəbul edir, mənim yoldaşımı qəbul eləmir. Bunu bir şikayətimizi kimi eləyək. Üzü ağdır, qaradı nə fasolundur. Yox da yəni mənim yoldaşımı qəbul eləmir.
Buyurun, buyurun danışın. Danışın. Bunu mən ancaq sözüm odur ki, mənim evim verilsin. Gedim şikayətimə baxılsın. Bu evimi verilsin. Sosial Müdafiəsi Nazirliyində hər hansı bir qeydiyyatınız varmı ki, Yox. mənzilə ehtiyacınız Ərzə ilə var? gedirəm, anam, ərzə ilə gedirəm, qabil eləmir. Bunu kimə şikayət edeyim? Hə. Prezident aparatına mı gedim şikayət edeyim? Hə, anladım. Bəli. Bu da sənədlərimdir, hamısı bax burada, ana burada var. Sənədə elə göstərirlər, qardaş. Hə. Sənət belə göstərirlər, açıq çevirlər. Budur, anam, bax belə göstərir, hamısı burada sənədlərimdir, ana. Mənim əsas sözüm o ki, mənim evimi verirsin. Bax, bu da knişkasıdır qadının, 50 knişka. Yavaş hamısını götürdüm. Bura bax, hamısı. Bax, bu da knişkasıdır, 50 knişkası. Aha, başqa kimin şikayəti var idi? Sizin nə idi? Buyurun, özünüzü təqdim eləyin. Məmmədova Tahirə İsrafil qızı. Sizə qurban olun, başınıza dönüm xoş gəlibsəniz. Elə hamının dərdinə yaraq elə sizsəniz. Gözəl prezidentimiz var, gözəl 30 ilin həsrətini qaytaran qazilərimiz var, şəhidlərimiz var, canını qoyanlarımız var. Gedirik, has idarəyə gedəndə təhqirlə çıxırıq. Niyə? Səbəb nədir? Səbəbi İdarəyə odur ki, nə ilə bağlı gedirsiniz? dərdimizi götürüb gedirik, qaçırıq. Bax, oğlum yaralıdır. Allahın 1 kilo qəndini almağa imkan yoxdur. Deyirək, bax, Oğlunuz yaralıdır. niyə yaralıdır? Müharibədə. Bu 44 günlük müharibədə. Bu 44 Qarabağ günlük, hə. qazisidir. Bacımın oğlunun Yaşaq fonduna müraciət eləmisiniz? eləmişək. Nə 2000 oldu? pul yolladılar. 2000. Dedilər dalıda gələcək. Sonra da dedilər pensiya düzəlsin verək. Vermədilər. Dedilər 4000 pulu var. Dedilər indi də Əlil Bərpa mərkəzinə getdik. Qoyublar 2 həftə. Dedilər Harada ay, döyüşüb oğlunuz? su qomşanda Laçında. Laçında. Medal veriliblər ona? Verilibdir. Laçının medalı gəlibdi Qarabağ qadına. qazisi adını alıb, müharibə veteranı. Hamısını alıbdı. Hə, Hamısını. hə, Hamısını alıbdı. hə. Qadağınız ürəyimə dəysin. Başınıza Sizin nədir dönüm. indi probleminiz? Problemim odur ki, imkansızdır. Vəziyyətimiz çox imkansızdır. Oğluma baxamıram, yaralıdır. Bir oğlum başdan biraz sinirlidir. Hə. Belə Əsəb xəstəsidir. Kutu bankomat aparmadı onda. İnşallah, yəqin ki, aidiyyatı orqanlar bax buradan izləyəcəklər sizi ki, sizin probleminiz nədir onunla bağlı yəqin ki, probleminizi həll Sağ eləyəcəklər. olsun. Buranın polisi buranın reisi sağ olsun. Diqqətlidir. Ədalət müəllimə təşəkkür edirəm. Nəzərdə aldı, yazdırdı, xəbər verdirdi. Nə bilim, icraya gedirik, nərdivanda yataq qalırıq. Gözləşlə. İcra hakimiyyəti yoxsa icra nümayəndəsi? İcra hakimiyyəti. Nümayəndəsi təhqirlə, livassızdır. Adı nədir onun? Vaqif müəllim. Vaqif, familiyası Əliyev. nədir? Əliyev. Əliyev. Livassız, tərbiyəsiz deyir. Aha, siz də deyərdiniz zəhmət olmasa probleminiz nədir? 1988-də bura gəlmişəm, vətəndaşıyam. Bu nə deyir? Mənim özüm xəstəyəm. Heç əsgəriyə də getməmişəm. Bura gəldim. Gözünüzdə probleminiz var, pensiyanızla bağlıdır, şikayətiniz. Pensiyamızdan bağlı. Getdi fəxrətli doktor, mən kağıdım tabi ilə vururdu. Dedim ya bu da 9 ay mən Allah'tı. Allah'dan sonra meydan İndi istəyirsiniz ki, pensiyanız qalxsın. Ha, onu Onunla bağlı müraciət eləmisiniz. Məktub göndərdim. Məktub da gəldi, apardım fəxrətli doktorun yanına. Ad familiyası nə idi? Mehriyar Müsel Məhəmmədoğlu. 1922 yanvardan aldım. 1962'yəm, 22 yanvardan olmuşum. Mən sözümə baxmır. Vaqif müəllim yazdı ki, sənə yardım var, gəl apar. Getdim yardım vermədi. Apardı o məhəllədə dövdülər. Nə yapayım, kasıb adamam. İmkanım yoxdur. Mən də deyim, mən pensiya 50'ni isə vermirlər də. 50'lik də vermirlər. Yox, İndi vermirlər. hazırda bax nə istəyirsiniz? Kimdən nə Mən də istəyirsiniz? getdim orada hakimə dedim, mən bu gözümdə görürüm. Maşının altına yıxırlar. O da baxmadılar. Mənə deyir ki, sən şeyin yoxdur. Deyir, Adınızı, familiyanızı bir də deyin. Mehriyar Müsel Məhəmmədoğlu. Mehri Əliyev, Mürsəl Yataqxanada Məhəmmədoğlu. yaşayıram. Probleminiz əlilliğinizlə bağlı Ha, pensiyanızın az olmasından. Ha, Neçənci qrupdasınız? mən üçüncü. Niyə qrupunuzu artıra bilmərsiniz? Vermədilər də. Deyirsən işlərin yoxdur. 9 il qorxuza, 9 il soxuza o elməsin qaçqınıyam. Orada olmuşam. 9 ildə burada. Mən Allah'tan vermədilər. Bax, ərzə gəlmişdi. Ərzəmi Allah'tan bırak. O çəkdilər, məhkəmədən gəlmişdi. Mən də dedim, Müraciət eləmisiniz, oxumam, ondan bağlı söyləmirəm. hara müraciət eləmisiniz? Reyna da getmişəm. Sabezə də getmişəm. Sabezə sağ küçmür.
Elə ömrlər yazdılar ki, get bundan, 47 manat yazdılar. Mehriban Əliyev canını sağ eləsin. O artıdı, yavaş-yavaş gəldi, o 110 manat. İndi də 10 manat artıb, gözüm dərmanı eləyirlər. Canım xəstədir, 3 kübam bitirmişəm, hər yoldaşı bitirmişəm, təkənə qalır. Baxın, Evlatlarınız var? 2 qızım, biri Gədəbəydə, biri burada. Oğlum da ki, təkdə, o da əskərlik keçdi, gəldi. İndi də bax belə də şükübəsi yoxdur. Nə O da vaxt çəkib əskərliyini? çoxdan çəkib, həzirdə bir 3-4 il. Müharibədə iştirak eləyib? Yox, iki qardaşlar mı eləyibdi? Birinci Dünya Müharibəsində. Ona da pul vermirlər. Heç birinə də o bax bu Tamam, ki, tamam. pul vermir. Hörmətli izləyicilər, biz hal-hazırda Şəmkir rayonu Kür qəsəbəsində bir neçə vətəndaşın şikayətinə əlaqədar buradayıq. Onların şikayətlərini işıqlandırmaq üçün gəlmişik. Görürsünüz, burada hərəsi bir problemini dilə gətir, öz dərdini. Saat 7-8 radələrində gəldilər ki, bu 2 yataqxana yardım veriləcək. Ona görə ki, az təminatlıdırlar. Hamının telefonla vəsiqələrini çəkdilər, götürdülər, getdi. Biz də dedik, Allah sana qurban olmazımızdan qırılır, bizə Kim onu yardım. götürən? Sovet deyil, Vaqif Əliyev göndərdi, onun içisi. icra nümayəndəsi. İcra nümayəndə, İşçilər, sağ ol. Hamının vəsiqəsini çəkdi, göndərdi, biz də söndük, Allah qırılır, damdar Sonu nə oldu? Sonu hamısını apardı, bal-balla doldurdu, heç kim heç şey görmədi. Vermədi heç. Vermədi. Şikayətiniz Vaqif Əliyevin fəaliyyətindən. Ay sağ ol. Oldu, təşəkkür edirəm. Hörmətli Sizə də izləyicilər. təşəkkür edirəm. Siz də xoş gəlsən. Başımızda yeriniz var. Çox sağ ol, hörmətli Hörmətli izləyicilər. izləyicilər, Kür qəsəbəsindəki bir neçə vətəndaşın şikayətin üzrə gəldik burada. Onların problemlərini işıqlandırdıq, dilə gətirdik. Burada gördüyünüz burası yataqxanadır. Bu vətəndaşlar bu yataqxanada yaşayırlar. Hal-hazırda şəraitləri olduqca pis bir vəziyyətdədir. Bu yaxından Space televiziya kanalına müraciət ediblər, gəlib burada onların problemlərini çəksinlər deyə. Çəkib şandıqdan sonra icra hakimiyyəti nümayəndəsi çağırıb insanları əksli, təzyiqlər göstərib, onların sənədlərini əlindən alıb, duyduğunuz kimi qadının birinə təhqir eləyib və ona görə də həmin xanım öz şikayətini bildirdi, etirazını bildirdi. Bu, belə məmur özbaşınlıqlarının cəzalanmasını tələb etdi. Kanalımızı izləyin, kanalımızda qalın, kanalımızı bəyənin, paylaşın. Paylaşın ki, gerçək xəbərləri zamanında sizin önünüzə çıxsın və izləyə biləsiniz. Sağ olun, sağlıqla.